Komandamız Fransa milli komandasına səfərdə 3-0 məğlub oldu. Neçə il bundan əvvəl 10-0 məğlub olduğumuz komandaya sadəcə hesab fərqi, yəni 3-0. Santuş'un dövrü olsun, Ayxan Abbasovun dövrünün fərqləri. Pul yedizdirdiyimiz Santuş komandada heç bir uğura nail ola bilmədi. Ayxan Abbasovun gəlişi ilə komandada qalxan mübarizə, milli ruh həqiqətən də daha da fikir versinizcə meydanda o hiss olunur artıq. Yeni oyuncuların komandaya qoşulması, həqiqətən də bugünkü gün Fransada 3-0 ola bilər, məğlub olduq. Amma lakin stadionda oynayan bir komanda gördük. Qorxaq kimi yox. Ən azı nəsə eləməyə çalışan bir komanda gördük. Bəlkə də çoxumuz 7-0, 8-0 şot gözlüydü. Lakin olmadı. Ukrayna ilə alınan bir xal həqiqətən də təəssüflər olsun 3-0-a görə. 1-0 da ola qutara bilərdi, 2-0 da qutara bilərdi. Komandanın yorğunçuluğu, fiziki cəhətdən zəifçiliyi hiss olunurdu meydançada. Yenə dediyimiz kimi, birinci növbədə milli komanda deyil. Birinci növbədə uşaq futbol məktəbini inkişaf elətdirmək lazımdır. Mütləq şəkildə birinci növbədə uşaq futbol məktəbini inkişaf elətdirib, yeni oyuncular, yeni komandalar qurmaq lazımdır. U21'imiz 5-0 Çexiyaya uduzdu. U18 8-0 uduzdu. Biz hansı gələcəkdən danışacağıq? Biz əslində keçmişdən danışmaq və keçmişdə olan səhvlərimizi düzəltmək lazımdır. Uşaqlarınızı futbola, futbol məktəblərinə yazdırın ki, bizim futbolumuz da gələcək illərdə inkişaf eləsin. Gürcüstan kimi, Qazaxıstan kimi, Türkiyə kimi və Avropanın bəzi ölkələri kimi. Bu gecəni də 3-0 məğlub. Komandamız Polşada növbəti oyun, Ukraynada 3 gün sonra keçiriləcək oyun var. Komandaya uğurlar arzulayırıq. Həqiqətən də şanslarımız var. Əsas yenə dediyim kimi Ayxan Abbasov milli ruhu qaytarıb. İnşallah davamı gələcək. İnşallah ki bizlər sevinəcəyik. Minnətdaram hər birinizə. Uğurlar Azərbaycan.